Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb. Sfera az məlumat verir ki, Trendin Qarabağa bürosu xəbər verir ki, bu haqda təbibdən məlumat verilib. Xəbərə əsasən mina xəsarəti alan nəfər 2 kişi cinsli, 1 qadın cinsli Bərdə rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Birinci il təvəllüdlü Məmmədov Səbuhi Elman oğluna sağaşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin olunub. Hazırda vəziyyəti ağır qiymətləndirilir. 2012-ci il təvəllüdlü Məmmədova Dəniz Səbuhi qızına hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü Məmmədov Elmah Səbuhi oğlu isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin olunub. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Əlavə edək, Ağdamda mina partlayışında xəsarət alan 2012-ci il təvəllüdlü Məmmədova Dəniz və 2014-cü il təvəllüdlü Məmmədov Elman Səbuhi Məmmədovun övladlarıdır.